ödəməyəcək. Başqa bir misal, Avropa İttifaqı ölkələrinin ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarının tariflərinin azaldılması da qərarı alınıb. Regionun aparıcı operatoru olan Vodafone, Telefonica O2, T-Mobile və Orange operatorları əvvəlcə bu qərarı qəbul etməsələr də, Avropa məhkəməsinin bu addımın bütün Avrozona bazarının maraqları çərçivəsində atılması haqqında bəyanatından sonra qərar qəbul olundu. Beləliklə, iyulun 1-dən Avrozona ərazisində SMS-lərin qiyməti 11 avrosent, yığılan nömrələrin 39 avrosent, daxil olan zənglərin qiyməti isə 15 avrosentdən yuxarı ola bilməz. Bundan sonra 30-cu saniyədən başlayaraq tarifləşdirmə dəqiqə ilə yox, saniyə ilə olacaq. Bu tədbirlər mobil telefonu xərclərini 25% azaldacaq. Bu zaman mobil rabitə operatorları hər il 8 milyard avro az qazanacaqlar. Zahir Həsənoğlu, Həftə. Qırğızstanın 2005-ci ildə baş vermiş Zambak inqilabından sonra başlamış problemləri bitib tükənmək bilmir. İndi də inqilabla əks inqilab üz-üzədir. 2005-ci ilin inqilab eyfariyası permanent inqilab